Xaricdə uğur qazanmaq üçün hansı addımlar vacibdir? Mən düşünürəm ki, xaricdə uğur qazanmaq üçün mütləq şəkildə oxumaq lazımdır ilk olaraq. Çünki əslində xaricdə də təhsil bir kommersiya alətidir. Yəni ki, universitetlər təhsil haqqını alır, universitetə qəbulu reallaşdırır. Amma yeganə fərq ondan ibarətdir ki, orada sən imtahan verə bilməsən, sən kəsilsən, sən təzədən kredit götürüb növbəti dəfə onu davam elətdirməli olacaqsan. Yəni ki, 90-95% halda universitetlərdə rüşvət yoxdur, korrupsiya yoxdur, pul faktoru yoxdur. Yəni sən mütləq şəkildə bunu oxumalısan. Düz indi Polşa kimi ölkələrdə bəzi universitetlər var ki, orada da məsəl üçün müəyyən maliyyə metodlarından istifadə edərək universiteti bitirmək olar heç oxumadan. Desəsən ki, nə qədər Azərbaycanlı gənc var ki, hətta Polşada universitetdə oxuyurlar. Adını çəkməyəcəm hansı universitet. Adamlar universitetin az qala yerləşdiyi binanı tanımırlar. Adamlar az qala soruşsan ki, nə dərslər keçsən onu belə bilmirlər, amma hər il bunlar növbəti kursa keçirlər, hər il. Onlar üçün sadəcə bu tələbəlik həyatı tələbə vizası üçündür ki, o vizadan istifadə edərək daha uzun müddət bu adamlar Avropada qalsınlar, Avropada əylənsinlər və yaxud da ki, işləsinlər. Amma mən düşünürəm ki, tələbə vizası sırf Avropada qala bilmək üçün bir alət olmamalıdır. Bu doğrudan da 3 gün sonra, 5 gün sonra deyək ki, Azərbaycana qayıtdınız, qayıtmadınız, xaricdə qaldınız, fəaliyyətinizi davam elətdirdiniz. O universitetin diplomu sizin yerinizə işləməyəcək. Siz işləyəcəksinizsə, bunu idarə edəcək ki, sizin beyninizin içərisindəki hüceyrələr olacaq, başqa heç nə.